Ya Allah, salam olsun bizi izləyən hər kəsə. Ümrə zəvvarlarımızla bərabər gəlmişik Şəcərə məscidinə, yəni Miqata. Gəlmişik, burada ehramlarımızı geyinib, gedək Allahın evinə, Kəbə evini ziyarət edək. Allah hər birimizə nəsib eləsin, bizim də gələsiz, ziyarət Allah sizlərə Peyğəmbər əleyhissalama və Allahın evini ziyarətini nəsib eləsin. Dəyərli ümrə zəvvarlarımızla bahəm Mədinə şəhərindən yola düşdük üzü Allahın evi Beytun Nura, Kəbə evinə tərəf. Ya Allah, Allah'ın salamı olsun her birimizin üzerinden. Gördüğünüz gibi değerli zəvvarlarımızdan Ləbbeyk diye ne dahil olmamızda. Dövlətli ümrə ziyarətini qəbul edin. Allah'a üstünde olanlara zəvvarlarımız kimi tərbiyə diye Kəbə evinə dahil olmalı nəsib edilsin inşallah. Dəyərli ümrə zəvvarlarımızla bərabər Ləbbeyk Allahümmə Ləbbeyk şüarları ilə bərabər hərəkət edirik Allahın evi Beytun Nura.